Bu videoda sizlərə yəqin ki, hər kəsin çox sevdiyi, evdə bişən kimi tez qurtaran qarpız mürəbbəsinin sirlərindən danışacağam. Başlayaq hazırlamağa. İlk öncə qeyd edim ki, qalın qabıq qarpızdan istifadə etmək lazımdır. İlk öncə qarpız qabıqlarının yaşıl və qırmızı hissələrini tam təmizləyirik. Qarpız mürəbbəsi bişirmək heç də asan deyil. Çünki çoxları bişirərkən qarpız mürəbbəsinin xarladığını və yaxud da tez xarab olduğunu dilə gətirir. Bugün mən sizə tam resepti təqdim edəcəm və sizin mürəbbənizdə heç bir xarlama və yaxud da turşulaşma baş verməyəcək. Bütün qabıqları göstərdiyim qaydada təmizləyirik, sonra isə doğramağa başlayırıq. Mən mürəbbənin daha gözəl və estetik görünməsi üçün xüsusi naxışlı, dalğalı kəsim bıçağından istifadə edirəm. Əgər evdə yoxdursa, siz adi bıçaqla da doğraya bilərsiniz. Ölçüsünü də tamamilə öz istəyinizə görə tənzimləyə bilərsiniz. Doğradıqdan sonra qabıqları gözəlcə yuyuruq. Burada çox önəmli bir məqamı qeyd etmək istəyirəm. Əgər qarpız mürəbbəsinin marmelat kimi yumuşaq, ağızda əriyən olmasını istəyirsinizsə, mənim etdiyim bu üsulla bişirin. Yəni birbaşa qarpız qabıqlarını şəkər tozuna qoyaraq bişiririk. Əgər mürəbbənizin bərk və xırçıltılı olmağını istəyirsinizsə, o zaman qabıqları doğradıqdan və yuduqdan sonra sodalı suda saxlamalısınız. Bunun üçün 1 kiloqram qarpız qabığına 1 yemək qaşığı soda və üzərini tam örtəcək qədər təxminən 5-6 stəkan su əlavə edirsiniz. Bu sodalı suda qabıqları 2-3 saat saxlayırsınız. Daha sonra sodalı sudan çıxarıb yaxşıca yuduqdan sonra mənim indi göstərdiyim kimi şəkər tozuna qoyursunuz, daha sonra bişirirsiniz. Mən bu dəfə yumuşaq, marmelat kimi olan variantı hazırlayacağam. Bu reseptin ən böyük sirri bura suyun əlavə olunmamasıdır. 1 kiloqram təmizlənmiş qarpız qabığına elə 1 kiloqram da şəkər tozu əlavə edirik. 4-5 saat öz suyunu buraxıb şəkər tozunun əriməsini gözləyirik. Daha sonra əvvəlcə asta atəşdə şəkər tozu tam əridikdən sonra isə güclü odda cəmi 5 dəqiqə qaynadırıq. Elə bu mərhələdə mürəbbəyə xüsusi ətir verməsi üçün, xüsusi dad verməsi üçün zövqə görə 10-15 ədəd mixək əlavə edirik. Mürəbbənin xaramaması, şəkərlənməməsi üçün isə yarım çay qaşığından biraz az limon duzu, əgər yoxdursa 1 ədəd limonun şirəsini əlavə edirik və qazı söndürürük. Təqribən 1 saat dincəlməyə qoyuruq ki, bütün şərbətlər mürəbbənin qabıqlarına tamamilə hopsun. 1 saatdan sonra isə mürəbbəni yenidən qazın üzərinə qoyuruq və güclü odda daha 10 dəqiqə qaynadırıq. Mürəbbə tam hazır olduqdan sonra əgər üzərinə köpük yığılıbsa, mətbəx salfetkası ilə təmizləyə bilərsiniz. Amma mən hazırladığım mürəbbədə heç bir köpük olmadığı üçün bunu etmədim. Budur. Göründüyü kimi şəffaf, kəhraba rəngli qarpız mürəbbəmiz hazırdır. Əgər bəyəndinizsə, bəyən düyməsinə basıb kanala abunə olmağı unutmayın.